Hər vaxtınız xeyir dəyərli müəllimlər. Yeni izah videosu ilə sizləri salamlayıram. Deməli, bu dəfəki bu videodakı izahım analitik və produktiv təfəkkürləri əhatə edəcək. Deməli, analitik təfəkkür nədir? Analitik təfəkkür, dəyərli müəllimlər, deməli, bizim belə deyək ki, nəyisə analiz etməyimizdir. Daha da dərindən öyrənib, belə deyək, hadisə haqqında, o məlumat haqqında, yəni bir fikir söyləməmişdən əvvəl, yəni bir nəticəyə gəlməkdir. Necə nəticəyə gəlməkdir özdə? Baxın, deyir ki, mürəkkəb deyir məlumatı, problemi sistemli və eyni zamanda məntiqi şəkildə hissələrə bölmək və bu hissələr arasındakı əlaqələri qiymətləndirib əsaslandırılmış nəticə və qərarlar çıxarmaq bacarıqdır. Görürsüz, mürəkkəb bir məlumatla işləmək və bu belə deyək ki, məlumatda mürəkkəb məlumat və eyni zamanda problemi sistemli, məntiqli şəkildə həll etməkdir. Baxın, sistem anlayışı, yəni aid analitik təfəkkürə, məntiqli şəkildə həll etmək analitik təfəkkürə aiddir. Bu hissələr arasındakı əlaqələri qiymətləndirmək, səbəb-nəticə əlaqələrini tapmaqdır, nə isə sübuta yetirmək, əsaslandırmaqdır və s. bunlar hamısı daxildir analitik təfəkkürə. Analitik təfəkkürü daha əvvəl izah etdiyim abstrakt təfəkkürdən fərqi ondan ibarətdir ki, yəni bu təfəkkürdə belə deyək ki, gözlə görülə bilən hadisələrin üzərində düşünmək ehtiva edir. Və eyni zamanda analitik təfəkkürü biz aid edə bilərik nəyə, dəyərli müəllimlər? Taksonomiyanın, yəni idrak taksonomiyanın təhlil mərhələsi ilə. Analiz etmək belə qeyd edeyim ki, dəyərli müəllimlər, analiz etmək dərindən baş verən bir prosesdir. Nəyisə analiz ediriksə biz, bu dərindən baş verir. Biz nəyisə analiz edərkən, biz nəyisə haqqında fikir yürüdərkən mütləq onun haqqında dərin biliyə sahib olmalıyıq ki, əlimizdə olan faktlardan lazımi qaydada istifadə edə bilək. Baxın, burada qeyd olunur ki, şagird deyir analitik təfəkkürü inkişaf etdirmək üçün, məsələn, uşaq düzgün cavab verdisə, düz cavab deyil, cavaba gətirən yollar üzərində baxmaq lazımdır. Yəni, onu bu cavaba gətirən yollar nədir? Deməli, cavaba qədər olan hissə də analitik təfəkkürə aiddir. Cavab özü nəticədir ki, səbəb-nəticə də yenə analitik təfəkkürün xüsusiyyətlərindən biridir, bacarıqlarından biridir. Amma onun bu cavabı verməsinə nə səbəb oldu? Yəni, bu hissədə, bu prosesdə o nə ilə qarşılaşdı ki, belə cavab verdi və belə bir nəticə ortaya çıxdı? Yəni, bax, bu özü də analitik təfəkkürə aiddir. Qeyd olunur ki, analitik təfəkkür burada qeyd olunur ki, köhnə çətinliklərə yeni baxışlar gətirməklə səmərliliyi və məhsuldarlığı artırır. Yəni, analitik təfəkkür təkcə o deyil ki, biz problemlərə sistemli şəkildə baxırıq, eyni zamanda köhnə problemlərə yeni baxışlar gətirir. Yəni, yeni bir nöqteyi nəzərdən baxmağı təmin edir. Eyni zamanda strateji planlaşdırma və icranı dəstəkləyir. Strateji şəkildə, yəni hərənin öz mövqeyi var və nə isə planlaşdırmağa çalışırsınızsa, yəni planlaşdıra bilərsiniz. Nə isə icra eləmək istəyirsinizsə bunu. Yəni analitik təfəkkür strategiya nə deməkdir? Sizin öz strategiyanız var, siz onu planlaşdırırsınız və yaxud da ki, bunu həyata keçirirsiniz. Problem ətrafında yeni baxışlar və perspektivlər üçün yeni imkanlar yaratmaq, innovasiya, yəni yeniliyə təşviq edir analitik təfəkkür. Yəni analitik təfəkkür problem haqqında ətraflı biliyə sahib olmaq və o bilik ətrafında, o bilik üzərində belə deyək ki, o biliyi araşdırmaqdır, onu sübut gətirməkdir, səbəb-nəticə əlaqəsi müəyyən etməkdir, yeni nöqteyi nəzərdən baxmaqdır və s. İndi isə gəlin, analitik təfəkkürü inkişaf etdirmək üçün hansı bacarıqlara sahib olmaq lazımdır, onlara baxaq. Deməli, biz, məsələn, tutalım ki, baxın, belə qeyd eləyək ki, tutalım mən ədəbiyyatdan bir mövzu keçirəm və uşaqlara deyirəm ki, kiş haqqında hekayət mövzusu. Baxırsınız ki, yəni uşaqlarda analitik təfəkkürü formalaşdırmaqdan ötəri ədəbiyyat dərsliyinin özündə də mətnlər hissələrə ayrılıb. Bəzən 4, bəzən 5, bəzən 6 hissələrə ayrılır. Və mən baxıram ki, bir dərs ərzində bu uşağın bu mətni mənimsəməsi çətin olacaq və nə edirəm mən? Mətni deyək ki, 5 hissəyə ayırıram və uşaqların hər biri 5 olmaqla 5 qrupa ayırıram. Hər qrupda 5 şagird olmaqla 5 qrupa ayırıram. Və nəticə etibarilə uşaqlara rəqəm qoyuram. 1, 2, 3, 4, 5 və ziqzaq üsulundan istifadə edirəm. Yəni, bu ziqzaq üsulunun xüsusiyyətidir. Deməli, daha sonra, məsələn, birləri bir qrupda, ikiləri bir qrupda, üçləri 3 olan qruplarda əyləşdirirəm və mətni hissələrə ayırıram daha əvvəlcədən və birinci hissəni birlər olan qrupa, ikinci hissəni ikilər olan qrupa və bu şəkildə davam edir və uşaqlar həmin hissələri oxuyurlar. Oxuduqdan sonra, vaxt bitdikdən sonra, yəni doğma qruplarına qayıdırlar və elə bil ki, puzzle-ı birləşdirirlər. Yəni, bir-birlərinə danışaraq mətni tam şəkildə mənimsəyirlər. Yəni, nə oldu? Uşaqlar kiçik mətnləri daha az müddətdə öyrənməsindən ötəri, daha da səmərəli şəkildə qavramasından ötəri, yəni oradakı hadisələri müəyyən etmək, problemləri ortaya çıxarmaq, ideyanı müəyyən etmək
etməkdən ötəri nə etmək lazımdır? Baxın, hissələrə ayırmaq lazımdır. Əgər bir şagird bir problem qarşısında qalıbsa, deməli o problemlərə hissə-hissə baxmalıdır. Yəni bu problemin niyə ortaya çıxmasından ötəri problemi hissələrə ayırmalıdır. Yəni kiçik vahidlər şəklində baxmalıdır. Və yaxud da mətn tapşırığı verilib uşağa. Uşağa deyirəm ki, 4-cü abzas hansı hissəyə aiddir? Deməli uşaq nə etməlidir? Bu mətndə 4-cü abzasın hansı hissəyə aid olduğunu bilməkdən ötəri mətni giriş, əsas, nəticə hissəsinə bölməlidir. Daha sonra verilmiş bir məsələni kiçik tapşırıqlar şəklində. Məsələn, deyək ki, kvadrat tənliyi uşaq həll edir. Kvadrat tənliyi həlli zamanı uşaq kvadrat tənliyi cavabını birdən-birə tapmır da. Təbii ki, orada proseslər var. Yəni baxın, burada özündə göstərildiyi kimi addım-addım, yəni addım-addım reallaşdırılır. Diskriminant tapılır, x1, x2 tapılır və ən sonda isə x1, x2 müəyyən, yəni bölgülər aparılır ki, nəticədə cavab tapılır. Və nəticə etibarilə dəyərli müəllimlər, nəticə etibarilə prosesə addım-addım gedildi, kiçik hissələr şəklində tapıldı və bu halda elə ki, məsələn, deyək ki, yəni atalarımızın bir sözü var, əl-mərddir, göz namərddir. Göz görür, göz gördüyündən qorxur da, göz görür, qorxur. Və bu qorxmamaqdan ötəri mütləq şəkildə hissələrə ayırmaq lazımdır. Problemləri kiçiltmək lazımdır ki, artıq bu hissələrə ayırma anlayışı insanları problem qarşısında çaşıb özünü itirmək xüsusiyyətini aradan qaldıracaq. Daha sonra müəllimlər keçirik müqayisə və qarşılaşdırma. Və 2 və daha artıq obyekt müqayisə olunur, qarşılaşdırılır. Yəni necə demək, onlar müqayisə olunur. Onların hansı xüsusiyyətləri, oxşar və fərqli xüsusiyyətləri sistemli şəkildə araşdırılır. Sistemli şəkildə araşdırılır. Deməli, analitik düşüncə yalnız fərqi görmək deyil. Yəni eyni zamanda məsələn biz nəyisə bir fərqli cəhətdən ortaya çıxarmağa çalışırıqsa, burada analitik düşünmə o fərqi görməkdir. O fərqi yaradan xüsusiyyətləri görə bilməkdir. O fərqi yarada bilən xüsusiyyətləri görə bilməkdir. Baxın, burada qeyd olunur ki, yəni o fərqi görə bilmək özü analitik dəfə. Deməli, şəxs burada yəni artıq bu situasiyanı analiz edə bilibdir. Daha sonra şagird nəyin fərqli olduğunu bilmək əvəzinə, bax burada da qeyd olunur, o fərqin nəyi yaratdığını, nə dəyişdi ki, o fərq ortaya çıxdı. Yəni bunu görə bilirsə, artıq burada müqayisə və qarşılaşdırma bacarığına yiyələnmişdir. Deməli, biz bir mətn veririksə uşağa, mətndə biz uşağın mətni oxuduqdan sonra oxşar fərqli cəhətdən sistemli şəkildə müəyyən etməyə tapşırırıqsa, təkcə o fərqləri yox, fərqli yarada bilən səbəbləri də uşaqdan soruşmaq lazımdır və izah etməsini dəstəkləmək lazımdır. Daha sonra deyir ki, 2 obrazı müqayisə et. Məsələn, deyək ki, Cahandar ağa ilə Rüstəm bəy obrazını biz müqayisə edirik. 2 fərqli əsərdir. Bunun üçün də hər 2 fərqli əsəri oxumaq lazımdır və oxuduqdan sonra oxşarlıqları nədir, fərqli cəhətləri nədir, bunları müəyyən etdi və bu fərqli demək olar ki, və bütün onların həmin o belə deyək ki, deməli belə deyək ki, həmin bu xüsusiyyətlərin fərqli nəticəyə gəlməsinə təsiri nədir, onu müəyyən etmək. Görürsünüz, nə qədər dərindən getmək var, nə qədər analiz etmək var. Yəni, təhlil nə qədər dərindən gedir. Bax, görürük ki, təhlil dərindən gedir. Deməli, burada analiz eləmək var da, biz bunu artıq digər təfəkkür növlərindən qarışdıra bilmərik. Eyni məsələni 2 üsulla həll et və müqayisə et. Məsələn, deyək ki, riyaziyyatda sistem tənliyini biz həm toplama, həm də əvəz etmə üsulunu bilirik. Şagird baxır ki, misalı həll eləyir, 2 üsulla həll eləyir və deyir ki, və bu deyək ki, tapşırıq üçün ən asan üsul toplama üsuludur. Deməli, şagird bu nəticəyə elə-belə gəlmədi ki, bunun prosesini göstərir. Şagird bunu izah eləyir. Prosesini göstərir ki, bəs bunu niyə görə? Nə səbəbə? Bax, görürsünüz, səbəb nəticə var. Nə səbəbə? Toplama üsulu bunun üçün ən, belə deyək ki, optimal üsul oldu. Ən sürətli, ən asan üsul oldu. Verilmişdir regionun iqlim xüsusiyyətlərini, təsərrüfat sahələrini, yaşayış formalarını qarşılaşdır. Baxın, mən həmin regionun iqlim xüsusiyyətlərini bilməliyəm. Deyək ki, həm şimal, həm cənub rayonlarıdırsa, bunları bilməliyəm. Çünki hər ikisində çox fərqlidir xüsusiyyətlər. Təsərrüfat sahələrini bilməliyəm. Əhali ən çox hansı, belə deyək ki, əkinçilikdə hansı sahə ilə məşğuldur. Daha sonra yaşayış formalarını, insanların evlərini, yaşayış güzəranlarını da tam şəkildə bilməliyəm ki, onları müqayisə, qarşılaşdıra bilim. Yəni, mən burada kiminsə dediklərinə, hardasa eşitdiklərimdən yox, özüm araşdırıb, yerinə çatıb, dəqiq bildiyim məlumatlar üzərində qarşılaşdırma aparıram. Daha sonra müəllimlər səbəb-nəticə əlaqəsi. Səbəb-nəticə əlaqəsi nə deməkdir? Bəzən bu belə olur ki, şagirdlər deyək ki, bir məsələni təsvir edirlər. Və amma onu nədənsə belə deyək də, təsvir edirlər, amma onu izah edə bilmirlər.
Yəni niyə baş verdiyini izah eləyə bilmirlər. Təsvir eləyirlər ki, filan hadisə. Soruşanda ki, səbəb nədir? Uşaq çaşıb qalır. Baxın, analitik təfəkkür də səbəb-nəticə əlaqəsi aspektindən baxanda, yəni burada təsvir mərhələsindən izah mərhələsinə keçiddir. Deməli, bir hadisəni baş verir. Məsələn, Cahandar ağa, məsələn, deyək ki, Cahandar ağa mələyi qaçırır və nəticə etibarilə mən burada yəni bu hadisənin baş verməsi səbəbini tapmalıyam. Necə qaçırtmağı təsvir eləyirəm, nə bilim, Kür qırağında nə ata minib bindirib gətirir. Nəticə etibarilə evdə gəlir, evdə qırğın dava qopur, nə belə hadisələr baş verir və yəni deyək ki, Cahandar ağa bunun nəticəsini sonralar da yaşayır. Və buna uyğun olaraq mən hadisəni təsvir elədim. Təsvir eləyəndən sonra mən bunun səbəbini də deməliyəm axı. Səbəbini də deməliyəm. Görəsən Cahandar ağa kimi bir insan niyə görə belə bir addım atsın? Yəni mən səbəbləri ortaya çıxarmalıyam ki, hansı hadisə onun yəni belə bir addım atmasını şərtləndirdi və yaxud da nəticə o bu addım atdı, nəticəsi nə oldu və sonradan bu nəticə ona necə geri dönüş elədi və s. kimi. Baxın, bunları müəyyən edə bildimsə, deməli artıq burada səbəb-nəticə əlaqəsini tapmış oldum. Yəni bir hadisəni təkcə onu izah etmək yox, təsvir etmək yox, eyni zamanda onu yaradan səbəbləri və doğurduğu nəticələri də qeyd etmək lazımdır. Əsərdə baş obrazın qərarının səbəblərini və nəticələrini bax görürsüz əlaqələndirə bilməkdir. Daha sonra tərcümə zamanı dəyişənlər, məsələn, təcrübə zamanı deyil, dəyişənlərin yerini dəyişdikdə nəticənin necə olacağını müəyyənləşdirmək. Məsələn, dəyişənlərin yerini dəyişdikdə deyir, toplananların yerini dəyişdikdə cəm dəyişmir. Yəni bunu müəyyən etmək, səbəbi nəticəni müəyyən etmək, bax bu da daxildir nəyə? Səbəb-nəticə əlaqəsinə. Daha sonra müəllimlər gəldik biz sübutla düşünmə. Hər bir deyir ki, fikrin məlumat, fakt, nümunə və ya mətn parçasının əsaslandırılmasıdır. Yəni analitik düşüncə fikir söyləmək deyil, eyni zamanda onu əsaslandırma. Əsaslandırma nə deməkdir? Sübut gətirməkdir. Bax, məsələn, mən deyirəm ki, oxuduğum mətndə deyir ki, mətndə əsas deyir ki, ideya azadlıqdır, azadlığın təbliğidir də, yəni budur. Mən deyirəm ki, sübut gətir. Əsaslandırır ki, niyə görə azadlıqdır? Bax, başlayır şagird həmin hissələrdə, əsərdə müəyyən hissələrdə məsələn qaralayaraq o hissələri deyir ki, baxın müəllim, bu hissəyə əsasən deyə bilərik ki, burada azadlıqdır və hansı ki, bu hissələrdə daha qabarıq gözə çarpdığını görür və deməli şair və yaxud da deyək ki, yazıcı əsas ideya olaraq burada azadlığı yəni ön plana çəkmişdir. Deməli müəyyən eləyir, sübut gətirdi. Baxın, bir məsələn tutalım ki, uşaqdan soruşuram ki, uşaq məsələn oxuduğum mətndə məsələn hər hansı bir məsələn suallar verirəm, uşaq sualı cavablandırır. Nə olsun ki, cavablandır? Mənə düzgün cavab yox. O cavabı verir ha. Məsələn, tutalım ki, cavab verdi ki, məsələn, budur. Mən səbəbi soruşuram ondan. Ondan səbəbi soruşa bilərəm. Ondan sübut soruşa bilərəm və s. Baxın, təkcə cavab yox, cavab olan hissəyə qədər ki, olan hissəni soruşuram və uşaq mənə dəlillər, sübutlar gətirirsə, baxın, mətndən dəlillər, sübutlar gətirmək özü də analitik təfəkkürə aiddir. Çünki bu elə-belə baş vermir. Yəni biz bir mətni, məsələn, deyirik ki, niyə görə deyirsiniz ki, Rüstəm bəy ziddiyyətli obrazdır. Başlayır, yəni əsərdən belə deyək ki, sübutlar gətirməyə. Ziddiyyət də harasıdır? Yəni birincisi o qan davasının tərəfdarı idi. Yəni silsilə şəkildə qan davası törədi. Amma nəticə öz övladlarına qarşı yaxşı davranmırdı, amma öz nökərlərinə qarşı yaxşı davranır. O dövrdə olmasına baxmayaraq, yəni daha belə deyək ki, 19-cu əsrdə olmasına baxmayaraq qızına təhsil verir və görürük ki, bərabərləşir. Deməli və bu xüsusiyyətlər deməli həmin şəxs mənə bu sübutları gətirdi və nəticə etibarilə yəni öz fikrini sübuta yetirdi ki, Rüstəm bəy ziddiyyətli obrazdır. Daha sonra alternativ izahlar, dəyərli müəllimlər. Alternativ izah nə deməkdir? Məsələn, mən mövzunu izah edirəm şagirdə. Şagirdə isə mövzusunu deyək ki, izah elədi. Şagirdlər müəyyən bir qism başa düşdü və müəyyən bir qism deyir ki, mən bunu tam anlamadım. Bu normal bir haldır və nəticə etibarilə daha bir izah yəni verməyə başladım. Və burada nə deməkdir? Alternativ izah odur ki, elə bir izah verməlisən ki, yəni bu sənin auditoriyana uyğun olmalıdır. Yəni bir izahı başa düşmədisə, mütləq alternativ bir izahın olmalıdır ki, yəni artıq məsələyə, yəni burada artıq şagird anlamalıdır və qarşıdakı insan anlamalıdır ki, bir məsələni bir yox, bir neçə mümkün izahı ola bilər. Bir neçə mümkün həlli ola bilər. Və bu fikri sanki təlqin eləyir və uşağa daha ikinci bir izah verir. Yəni bu nə deməkdir? Məsələyə biraz fərqli nöqteyi nəzərdən yanaşmanı şərtləndirir. Yəni bu deməli alternativ izahlar eyni zamanda burada qeyd olunur. Deməli analitik təfəkkür qeyd olunur ki, yəni açıq düşüncəni tələb edir və eyni zamanda uşaqlarda
elastik düşünməni formalaşdırır. Yəni uşaq başa düşür ki, bir məsələnin bir yox, bir neçə izahı ola bilər deməli. Yəni mən bir izahla kifayətlənməməliyəm də, belə düşünür artıq uşaq. Yəni uşaq artıq ikinci bir izahı dinlədikdən sonra deməli ismi başa düşür. Deməli digər uşaqlar başa düşürlər ki, deməli ismi bir yox, müəllimə deməli daha bir yolla da izah elədi. Yəni bu uşaqların beynini demək elastik saxlayır. Qeyd etdiyim kimi analitik təfəkkür hər şeyi məntiqi şəkildə, mürəkkəb məlumatları demək sistemli və məntiqli şəkildə anlamağı, addım-addım başa düşüb anlamağı, onları sübut etməyi, yeni izahlar etməyi, yəni alternativ izahlar etməklə məsələyə başqa nöqteyi nəzərdən yanaşmağı, yəni müqayisə etmə, qarşılaşdırma və hər birinin ortaq cəhəti bilirsiniz nədir? Yəni hər birinin ortaq cəhəti odur ki, biz nəyisə müqayisə ediriksə, hissələri ayırırıqsa, deməli həmin hissələri biz dərindən bilməliyik, sistemli şəkildə bilməliyik ki, bunu məntiqli şəkildə də icra edə bilək. Deməli, dəyərli müəllimlər, davam eləyirik produktiv təfəkkürünə. Produktiv təfəkkür nə deməkdir? Qeyd eləyim. Deməli, produktiv təfəkkür məhsuldarlıq deməkdir. Yəni bir iş görürsünüzsə, o səmərəli olmalıdır, nəticə verən olmalıdır, məqsədyönlü olmalıdır və nəticə etibarilə, yəni bir problemin həlli üçün yeni yollar sınamaq, yeni nə isə yaratmaq və eyni zamanda problemi səmərəli şəkildə həll etməkdir. Ümumiyyətlə produktiv təfəkkürü biz iki hissəli bir təfəkkür kimi götürə bilərik. Birinci, bir problem yaranarsa, problemi dərindən anlamaq, daha sonra isə vəziyyəti yenidən qurmaq. Produktiv təfəkkür yadda saxlayın. Birinci, problemi dərindən anlamalısan. Produktiv düşünməkdə ötəri problemi dərindən anlamaq və daha sonra isə onu yenidən qurmaq lazımdır. Produktiv təfəkkür eyni zamanda qeyd eləyək ki, məntiqi əlaqələri eyni zamanda məntiqi əlaqələri, ziddiyyətləri görməyə çalışmaq və onları ortaya çıxarmağa kömək edir. Bundan əlavə, produktiv təfəkkürlü insan bir məsələni necə həll edərəm üzərində yox, daha çox yəni belə insanlar problem qarşısında, çətinlik qarşısında yəni emosional cəhətdən sabit olurlar və özlərini, öz emosiyalarını idarə edə bilirlər. Belə ki, məsələn deyək ki, bir problem yaranır, problemin həlli zamanı deyir ki, mən bunu necə həll eləyim? Məsələn, üzərində yox, mən bu problemi başqa cür necə həll edə bilərəm? Deməli, problemin həlli zamanı bir həll yolundan istifadə elədi və bu doğru nəticəni vermədi və nəticə etibarilə fikirləşir ki, necə həll edərəm? Yox. Və bunu başqa cür hansı üsulla həll edə bilərəm bu problemi? Bunun üzərində düşünürsə, deməli bu tip belə şagirdlər və belə insanlar demək əslində çaşqınlıq əvəzinə maraq içində qalırlar ki, görəsən bunun başqa həlli necə ola bilər? Yəni ona görə də belə produktiv düşünən insanlar daha çox motivasiyalı insanlar olurlar və problemi yeni yolla həll olunmasını belə deyək ki, həll olunmasına maraqlı olurlar. Bundan əlavə produktiv düşünmə həm yaradıcı ideyaların ortaya çıxarılması ilə nəticələnir. Deyir ki, mən bunu başqa necə həll edə bilərəmsə, deməli yeni ideyalar ortaya çıxır. Daha sonra həm də bu ideyaların seçilib dəyərləndirilməsi. Aha, bu hissədə qalaq. Bu hissədə niyə görə qalaq? Çünki bu hissə həm də uyğundur nəyə? Dəyərli müəllimlər, divergent düşünməyə. Divergent düşünənlər nə edirlər? Düşünmə formasında istifadə edənlər. Demək, problemi daha başqa cür necə həll edə bilərəm? Daha başqa cür necə həll edə bilərəm? Başlayır özü üzərində dəfələrlə düşünməyə. Konvergent başqalarının həll yolu üzərində düşünür. Amma produktivlikdə də bu var ki, özü daha çox həll yolları üzərində düşünür və daha çox divergent deyir. Konvergent az olsa da, amma daha çox burada divergentlik var. Deməli, burada deyir ki, deməli həmin ideyaların seçilib dəyərləndirilməsi və real şəraitə uyğunlaşdırılması sayəsində onları həqiqi və praktik dəyərə malik edir. Nəyə görə mən deyirəm daha çox divergent? Çünki produktiv yanaşan insan bəzən öz şəxsi problemlərini həll eləyir. Və onun yaşamında, onun həyat tərzində elə bir şey ola bilər ki, o digərlərində olmaya bilər və ona görə də həmin insan problemi həll etməkdə ötəri yeni həll yolları özü hazırlaya bilər. Ona görə də deyirik ki, divergent və bir çox hallarda konvergent də ola bilər. Bunu da deyib, demək produktiv təfəkkür divergent düşünmə formasından da istifadə edə bilir. Deməli, produktiv təfəkkür təkcə yeni fikir tapmaq deyildi. Onu yenidən qurmaq, belə deyək ki, real həll yolu halına gətirmək deməkdir. Bundan əlavə, demək, qeyd edeyim ki,
produktiv nə deməkdir və reproduktiv nə deməkdir? Bu anlayışlara bir də ayrı-ayrı baxaq. Reproduktiv dedikdə, reproduktiv yanaşma olduqda, məsələn, deyirlər ki, müəllim sinifdə reproduktiv yanaşdı. Məsələn, bir adi hadisə zamanı özünü itirdi. Deyək ki, məsələn, şagird sinifdə hər gün dəcəllik eləyirsə, məsələn, eyni qışqıraraq onu sakitləşdirmək istəyir. Yəni, burada o demək ki, reproduktivliyi təkrar-təkrar eləyir. Yəni, ağlına gətirmir ki, bu məsələni başqa yolla da həll etmək olar. Ancaq bir yolla eləyir və bunu təkrar-təkrar hər dəfə edir. Bu olur məsələyə reproduktiv yanaşma, məsələnin həllinə reproduktiv yanaşma. Yəni, dolayısi yolla heç bir nəticə hasil olmur. Amma produktiv düşünən müəllim isə görür ki, sinifdə dəcəllik salan şagird, məsələn, lap 5-ci, 6-cı sinif şagirdi, bu uşaqdır da, uzaqbaşı nə ola bilər axı? Və nəticə etibarilə görür ki, bu uşaq dəcəllik eləyir və bu uşağa uyğun olaraq dərsin birini oyun şəklində qurur. Və oyun şəklində quranda görür ki, bu uşaq elə digər uşaqlardan daha çox cəlb olundu və nəticə etibarilə o uşağın da tələbini nəzərə alır. Məsələn, deyək ki, məsələn, produktiv yanaşan müəllim, işinə produktiv yanaşan müəllim. Deyək ki, müəllim bu günləri uşağa dinləmə mətni dinlətmək istəyir. Otaq rəqəmsal otaqdır və nəticə etibarilə işıq söndü. Deməli, müəllim bunu əvvəlcədən nəzərə alaraq planşetini götürür və onu əvvəlcədən deyək ki, dinləmə mətnini yükləyir, YouTube proqramı vasitəsilə yükləyir və nəticədə uşaqlarına bu şəkildə dinlədir. Deməli, müəllim prosesi reproduktiv yanaşıb, müəllimin B planı var, produktiv yanaşıb, produktiv yanaşan müəllimin həmişə B planı olur. Məsələ bir yolla həll olunmursa, digər həll yolları ola bilər. Digər yollarına həll oluna bilər təfəkkürü var. Ona görə də belə insanlar məsələni mütləq onların ehtiyat həll planları olur hər zaman. Produktiv düşünən. Amma reproduktiv hər şeyi təkrar-təkrar eləyəcək, eyni şey eləyəcək. Nəticə olmayacaq, yenə eyni şey eləyəcək. Və nəticədə burada heç bir inkişaf ola bilməz. Amma produktiv düşünən insanın həmişə bir planı var, əvvəlcədən düşünülmüş bir planı var. Mütləq məsələyi yeni yolla həll eləyəcək və maraqlıdır ki, görəsən gələn dəfə bu üsulu sınayım görüm necə alınacaq və bunu maraqla gözləyir. Yəni özünə əziyyət hesab etmir. Məsələn, elə bax burada göstərilən bir nümunə. Baxın, elə bir çoxlarımızın evində, yəni duzlu banka var. Deyək ki, tutmalardan istifadə eləyirik və tutma açılmır, qapaq açılmır. Nə edə bilərik biz buna? Deməli, burada üsullar var. Məsələn, reproduktiv yanaşan nə edəcək? Təkrar-təkrar onu sıxacaq ki, açsın, sıxsın, açsın. Belə edəcək. Amma produktiv yanaşan insan nə edəcək? Yağ kənarından bıçaqla kiçik dəlik açacaq. Çünki adicə hava dolan kimi qapaq tez açılır və yaxud da isti suyun altına tutacaq, olmadı zərbələr endirəcək. Nəticə etibarilə mən bu bankanı rahat şəkildə necə aça bilərəm düşüncəsini bu üsulları sınayır. Baxın, bu özdə divergent düşünmə formasında. Görürsüz, bu üsulları düşünür və bunların hər birini bir-bir sınayır. Nəticə etibarilə yəni işlək vəziyyətə gətirir. Produktiv yanaşma o deməkdir ki, şəxs birinci problemi anlayır. Anladıqdan sonra daha sonra bir həll yolu müəyyən edir. Həll yolu müəyyən edir. Vəziyyəti yenidən quranda həll yolu müəyyən edən zaman bu vəziyyəti real şəraitə uyğunlaşdırmalıdır. Təbii ki, bunu kör-koranə etmək olmaz. Real şəraitə uyğunlaşdırmaq lazımdır. Baxın, elə burada bir nümunə verib. Şagird 9-cu sinif şagirdi 1-ci saata gecikir və hər kəs hər dəfə deyir ki, tez yat ki, tez oyanasan. Belə bir ifadə işlədirlər və uşaq bunu hər dəfə təkrar-təkrar 8-də yatıb, 9-da yatıb, olmadı bir həftə tutdu saat 9-da yatır, amma yenə də gecikir. Deməli, şagird bunu təkrar-təkrar etdiyinə görə məsələyə necə yanaşıb? Necə yanaşıb? Deməli, o məsələyə reproduktiv yanaşıb. Amma şagird bir tərəfdə özünə dur deyir. Nə deyir? Dur deyir. Deyir ki, yox, belə olmaz. Mən hamının dediyini eləyirəm də, amma niyə alınmır? Deməli, nə edir şagird? Problemi dərindən anlayır. Deməli, deyir ki, mən axı səhər durmaq problem deyil. Deməli, o həftə ərzində saat 7-də yuxudan oyanır. Dərsdə saat 8-də başlayır. Deməli, nə edir? Saatı 10 dəqiqə ertələyir. 30 dəqiqə telefonda sosial şəbəkələrə baxır. Yəni, daha sonra 40-da deyir, 7:40-da deyir, səhər yeməyi yeyir və daha sonra 55-də evdən çıxır. 15 dəqiqədən sonra evdən çıxır. Əlbəttə 5 dəqiqə gedib çatdıra bilməyəcəksən. Deməli, uşaq öz gündəlik öz vəziyyətini nə etdi? Analiz elədi, üzərində düşündü, anlamağa çalışdı ki, əslində onun gecikməsinə səbəb tez oyanmaq deyil, yuxudan tez oyanmaq deyil, əslində oyandıqdan sonraki vəziyyətdir. Yəni ki, sosial şəbəkələrə baxmaqdır, nə bilim, saatı ertələməkdir. Nəticə etibarilə səhər onun tez oyanması ilə bağlı heç bir problemi yoxdur. Əslində, yəni bu göstərilən amillər var, bunlar da ona problem yaradır. Və şagird bunu dərindən anladıqdan sonra qəti şəkildə bir qərara gəlir ki, əsas ona maneə yaradan səbəb nədir, dəyərli müəllimlər? Səhər telefondan istifadə etmə. Və
Və buna görə də nəticədə o tez evdən gec çıxır. Gec çıxdığına görə də dərsə gecikir. Vəziyyəti artıq yenidən qurmaq istəyən şagird artıq səhər ilk işim telefonu yoxlamaqdır. Yəni o əvvəl necə idi? Telefonu yoxlamaqdır. Yəni bunu vacib bir vəziyyətə gətirmişdi. Amma indi şagird nə düşür? İşlərimi həll edəndən sonra telefonun üstünə gələcəm. Telefonun üstünə gələcəm və öz yeni qaydalar, özü üçün burada göründüyü kimi yeni qaydalar tərtib edir. Nəticə etibarilə şagird səhər vaxtında durur və eyni zamanda vaxtında da evdən çıxır. Deməli nə etdi? Şagird başqalarının dediyi üsulu təkrar-təkrar sınamaqla məsələyə reproduktiv yanaşırdı. Artıq özü üçün problemi ciddiyyətini dərk edir və nəticə etibarilə özü fərqinə varır. Fərqinə vardıqdan sonra özü üsullar müəyyən edir və elə bir üsul ki, bu onun real şəraitinə və real həyatına da uyğun olsun. Və bunu da müəyyən etdikdən və icra etdikdən sonra nəticəni müsbət, bax görürsüz, məqsəd yönlü, səmərəli demək nə deməkdir? Nəticə verən deməkdir. Və bu müsbət nəticəni gördükdən sonra bu onun həyatı üçün artıq bir həll halına gəlib çatır. Deməli şagird məsələyə deməli produktiv yanaşır. Produktivlik, dəyərli müəllimlər, məhsuldarlıq deməkdir. Məhsuldarlıq nə deməkdir? Deməli, məsələyə yeni yollarla baxmaqdır. Daha necə həll edə bilərəm? Daha başqa cür necə həll edə bilərəm düşüncəsi ki, bunu daha çox biz divergent düşünmə formasında gördük. Problemlər daha çox şəxsi ola bilər. Məsələn, uşaq deyək ki, gün ərzində məsələn test işləməlidir, hazırlığa gedəcək. Müəllim 100 dənə tapşırıq verim, amma hər dəfə o 100 tapşırığı icra edə bilmir və şagird hər dəfə deməli telefondan belə deyək ki, gün ərzində telefondan hətta kənara qoysa belə, amma yenə də istifadə edə bilmir. Belə deyək ki, 100 dənə testi işləyə bilmir və nəticə etibarilə şagird durumu anlamağa başlayır ki, mən niyə görə 100 dənə test işləyə bilmirəm? Demək, məlum olur ki, şagird məsələn yuxu sistemini düzgün seçməyib və daha günün çox hissəsi demək olar ki, yuxulu keçir və eyni zamanda məsələn gecələr telefonla oynayır və gündüz oyanır ki, gözləri ağrıyır və nəticə etibarilə göz ağrıdırsa, insanın zehni qabiliyyətində də müəyyən mənfi təsirlər oyanmağa başlayır, diqqət zəifləməyə başlayır, nəticə etibarilə daha tez yorulmağa başlayır, həvəs, motivasiya aşağı olur və görün nə qədər problemə yol açdı və nəticə etibarilə şagird özünə düzgün yuxu seçimi müəyyən etdikdə, hansı ki, gecələr saat 11-də telefonu söndürüb kənara qoyduqda və gecə normal yuxu yatdıqda və səhər enerjili oyanacaq və bütün günü enerjili keçəcək. İnsan səhəri necə oyanırsa, təbii ki, günü də o cür keçir, enerjili keçir günü və nəticə etibarı ilə şagird müəllimin verdiyi tapşırıqların hər birini öhdəsindən gəlir. Deməli, daha necə həll edə bilərəm üsulu? Deməli, budur. Şagird məsələyə məhsuldar yanaşdı. Bundan əlavə, yəni qoyduğu yəni qaydaları öz real vəziyyətinə uyğunlaşdırmalıdır. Yəni irreal heç nə seçməməlidir. Rasional düşünməlidir. Və sair və ilaxır dəyərli müəllimlər, produktiv təfəkkür barədə izahımız bu qədər və bu videoda mən həm produktiv təfəkkürü və eyni zamanda analitik təfəkkürü izah etdim. Deməli, diqqətinizə görə təşəkkür edirəm. Dəyərli müəllimlər, videonu bəyənməyi, şərh yazmağı unutmayın. Təşəkkür edirəm.